Bugün ülkemiz Zəfər gününü qeyd eləyir. Gördüyümüz kimi xalqımız küçələrə axışıb və Zəfər gününü birlikdə keçirirlər və bir neçə dəqiqə sonra isə hərbi parad baş tutacaq. Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunmuş hərbi parad keçirildi. Paradda qələbəmizin doğurduğu xoşbəxtlik, qürur hissi, əzəmət duyulurdu. İnsanlar paradı izləmək üçün fəxr hissi ilə küçələrə axışmışdı. Özgə atına minən tez düşər deyirlər. Bu tezlik bizim üçün 30 il çəkdi. Bilmirəm nə qədər tezdir. Amma 30 il boyu içimizdə sıxıb saxladığımız həmin o zəfərin dadını bugün çıxarırıq. Gördüyümüz kimi bütün Azərbaycan küçələrdədir. Bugünü keçirir. Böyük sevgi və sevinç hissi ilə, qürur hissi ilə və buna görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, əskərlərimizə, sabitlərimizə, hərbiçilərimizə, şəhidlərimizə dərin minnətdarlıqlarını bildirirlər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğan, Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirdilər. Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səsləndirildi. Daha sonra ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 5 il öncə birlik nümayiş etdirdiyimiz, həmrəy olduğumuz anlar bizi zərrə-zərrə zəfərə yaxınlaşdırmışdı. Paradda döyüş sursatlarımızın, hərbi texnikalarımızın bir hissəsinin nümayiş olunması ordumuzun gücünün, ən müasir silahlarla silahlanmasının təzahürü idi. Uşaqdan tutmuş böyüyə qədər hər kəs nəfəsini tutaraq bu möhtəşəmliyi izləyirdi. 44 gün ərzində bizim vuruşmağımız üçün bizə vasitə olan və düşməni məğlubiyyətə uğratmağımızda bizə kömək olan hərbi texnikalarımız nümayiş olunur. Daha sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğan və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif öz maşın karvanları ilə xalqın içindən keçdi. Azərbaycan xalqını salamladılar. Bəli, əlbəttə biz bunlarla o erməniləri məhv eləyərik deyən balacalarımız da var idi. O hərbi vasitələrin əzəmətini dil təsəvvür etməkdə acizdir. Bunu ancaq gözlə görmək gərək və bu möhtəşəmliyi gözlə gördüyünə inanmır. Paradda zəfərimizdən ağız dolusu danışan, ürək sözlərini şeirlə ifadə eləyənlər də oldu. Səma aydın bulutsuz, dağları yarıcaq, qanlarına torpaqlarını qayıtıcaq. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün anım günüdür, qəhrəmanları andıq. Bizim azad Qarabağ, günbəgün abadlaşır. Mənim qədim torpağım, bu sənə çox yaraşır. Bugün Zəfər günündə özünü necə hiss elədin? Gözəl. Bugün mənim sevincli günümüzdür. Yaşasın Azərbaycandır. Yəni mən çox özümü sevindirirəm, çox xoşladım. Bugün Zəfər günüdür. Özünü necə hiss eləyirsən, hansı hissləri keçirirsən? Çox xoşuma gəldi. Birinci dəfə olmuşam. Keçən dəfə gələndə görə bilmədim adamlara görə. Bu dəfə yəni çox xoşuma gəldi. Aha, hərbi texnikalarımız barədə nə deyə bilərsən bəs? Çox xoşuma gəldi. Çox böyükdülər, yəni çox bombalar var, şeylər var. Çox xoşuma gəldi. Qarabağ işğalında azad etdiyi igidlər heç zaman unutmarıq. Tarix yazdı şəhidlər 44 gündə düşmənə qəhrəman çəkdi dağ. 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. Zəfər xəbəri gəldi. Noyabrın 8-i xalqımız çox sevindi. Hey yaşa Azərbaycan. Çox şükür bu günlərə. Biz qazandıq qələbə. Həvəslə mən alıram bu şeirimi qələbə. Candan əziz sənə can. Hey yaşa Azərbaycan. Zəfər günün mübarək, çox yaşa Azərbaycan. Dumanlı dağların başında durdum. Dumanla özünə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdu. Başında dastana döndü, dastana döndü. Deyirlər bülbülə səmən yaxşıdır. İnsan çullayla azar vətən yaxşıdır. Deyirlər bülbülə səmən yaxşıdır. İnsan çullayla azar vətən yaxşıdır. Şair sorma nədən vətən yaxşıdır.
adı gəlcək könül dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Əziz vətən can vətən, igidlərin var olsun, oğlun qızın səninlə daim bəxtiyar olsun. Canınla qazandın hər bir savaşı, qanınla cananı hər vətəndaşı, düşmənlə döyüşü elə qurmuşdun, dünyaya ən yaxşı örnək olmuşdun. Adımızın gücünə qalxdı qasır ağırlar, Şuşanı azad etdi şibləki ağırlar. Qarabağı işğaldan azad etdi igidlər, heç zaman unutmarıq tarix yazdı şəhidlər. 44 gündə düşmənə qəhrəmanlar çəkdi dağ, 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. Əziz vətən, can vətən, igidlərin var olsun, oğlun qızın səninlə daim bəxtiyar olsun. Sevincdən titriyib, hər yerim görüm, yarı ürəyimi sizə göndərim. Yarı ürəyimi sizə göndərim. Siz Ali Başkomandan sizə yaz gəlin, biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışıb yansın, bu üç yaylı bayraq hey dalğalansın. Millətin özünü qoy xoşbəxt cansın, biz qalib ölkənin vətəndaşıyıq. Oğlumda can verdiniz bu torpaqları, vətən keşiyində duran oğullar. Heç vaxt unutmadıq biz, düşməni it kimi qovan oğullar. Bir də haqq savaşımızda qalibiyyətimizin əldə olunmasında ən çox əməyi olan sayğı ilə andığımız şəhidlərimizdir. Bugün onlar cismən yanımızda yoxdular. Həm özünün, həm də canını qurban verən igidlərimizin sözlərini qəhrəman qazilərimiz dilə gətirdilər. Hər kəsin Zəfər bayramı təbrik edirəm. Zəfər bayramından 5 il ötür. Allah şəhidlərimizə rəhmət, qazilərimizə, şəhva ailələrinə, yoldaşlarına, uşaqlarına şəfa, səbir və qazilərimizə şəfa diləyirəm. Bu qələbəni bizə yaşadanlar, şəhidlərimiz oldu. Heç bir zaman unutmamalıyıq və biz sözümüzü 44 gündə dedik və bütün dünyaya tanıtdıq ki, Azərbaycan var və Azərbaycan ordusu həmişə olacaq və yaşayacaq. Bunu hər kəs bilir və bunu bizdən sonraki nəsillərə də bildirmək lazımdır ki, nə qədər bu torpaqda şəhidlər uyur. Bu saat biz onların sayəsində belə deyək, ayaq üstəyik, onlara borçluyuq. Və fəxr edirəm ki, mən Azərbaycanlıyam və Azərbaycan ordusunun hərbisi olaraq bu döyüşlərdə mənim də qatqım oldu və fəxr edirəm. Qarabağ Azərbaycandır və bir daha hər kəsi təbrik edirəm. Füzuli Cəbrayıl Şuşa istiqamətində döyüşlərdə iştirak etmişəm, baş beyin xəsarəti almışam. Mən 8 noyabr münasibətlə Azərbaycan xalqını ilk öncə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Həmişə bayrağımız ucalarda dalğalansın. Qarabağ Azərbaycandır, yaşasın Ali Başkomandan. Biz də bütün Azərbaycan xalqını təbrik edirik. Zəfərin mübarək, gözəl ölkəm. Zəfərin mübarək, doğma xalqım. Zəfərin mübarək, Azərbaycan. Ülviyə Orucova, Nizami Cənnətov.